Dəqiq yadımdadır. 29 qaldı axı. Bəli, müəllim 29 yazmamışdınız. Aha. İndi şəkli çəkən uşaqlar belə bir şəkildir. Balıqdır. Siyah. Adır, B'dir, S'dir, K'dır, D'dir, M'dir. ABC. A, B, S. Neçə dərəcədir? Ortadakı bucağı yadınıza salın. Bucaq A, B, S. Ortadakı neçə dərəcədir? 120 dərəcədir. Bura neçə dərəcədir? 120 dərəcədir. A, D, M. Bucaq A, D, M. Neçə dərəcədir? 140 dərəcədir. A, D, M. Neçə dərəcədir? 140 dərəcədir. AC. AC. A-dan C-yə kimi nə çəkəcəm? Məsafə düz xətt çəkəcəm. AC isə B, A, D-nin bucağının tənbölənidir. Tənbölən isə bunlar nədir? Eynidir. Çünki yarıya bölübdür. Tən bölübdür. Tənböləndir deyir. AC, K-nı tapın. Bucaq AC, K. AC, K-nı tapın. Yəni ki, buranı tapın. Bura nə deyəcəm? X deyəcəm. Bərabərdir suala. İndi gəlin tapağım ASK-nı. İndi uşaqlar, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabər deyilmi? Gəlin birinci şəkli çəkəyin. Bizə paralel deyirmi? Bəli. BK, DM nədir? Paraleldir. BK, DM nədir? Paraleldir. Bəs bunun kəsən xətti yoxdur axı, paralellik varsa. Kəsən xətt hansı olmalıdır? Baxın, uzatdığım. Onda bunu da uzadağın. Onda bunu da uzadağın. İndi buna da Y deyək. B'ye nə oldu? B'ye nə oldu? Baxın, qırmızılayıram. B'ye nə oldu uşaqlar? Kəsən oldu mu? Çünki paralel xəttin kəsəni də olmalıdır. Əgər bu buna paralelsə, kəsən də yuxarıda dayanıbdır. Uzatdım da kəsəni. Başa düşdünüz bunu? Bura kimi. İndi kəsəndirsə, bu necə bucaqlardır? Uşaqlar, bu qırmızıladığım necə bucaqlardır? Daxili bir tərəfli bucaqlar deyilmi? Bir tərəfdə yerləşir. Paralel xəttin içərisində yerləşir. Daxili nədir? Bir tərəfli bucaqlardır. Bura 120 dərəcəsə, bura neçə dərəcə olacaq? Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabər olmalı deyilmi? Bura neçə dərəcə olacaq? 60 dərəcə oldu. Ay, sağ ol. Bura 140-dır. Bura neçə dərəcə olacaq? 40 dərəcə olacaqmı? 180-dən 140-a çıxdı. Aha. Uşaqlar, bura 60, bura 40. Neçə dərəcə oldu? 100 dərəcə. 180-dən 100-ə çıxanda neçə qalır? 80 dərəcə qalırmı? Bəli. Uşaqlar, buradan burada 180-dir. 180-dən 80-ə çıxanda 100 dərəcə qalırmı? Bəli. 100 dərəcəni 2-yə bölün. Bu tənböləndir. Onda bura neçə dərəcə düşür? 50 dərəcə. 50 dərəcə düşür. İndi uşaqlar, bura 50, bura 120, bura nə düşür? 170. 180-dən 170-ə çıxanda 10 dərəcə düşdümü? Uşaqlar, buradan bura 180-dir. Bura 10-dırsa, bura nə düşür? 180-dən 10 çıxanda 170 düşürmü? Siyo və salam. Oldu neçə dərəcə? 170 dərəcə. Əgər paralel xətt varsa, onun kəsəni də olmalıdır. Bu kəsəni yuxarıda saxlayıbdır. Ona görə mən nə elədim? Kəsən xətti çəkdim. Sonra nömrə 30-a keçəyin. Nömrə 30-da deyir ki, 2 paralel düz xətt ilə 2 paralel düz xətt çəkdim. Onları kəsən çəkdim. Düz xəttin əmələ gətirir daxili bir tərəfli bucaqlardan biri 108 dərəcədir.
Bu bucağın tən böləni. Bax, bu bucağın tən bölənini çəkirəm. 108-i 2-yə böləndə neçə qalır? 54 dərəcə. 54 dərəcə qalırmı? Tən böləndir axı. Deyir, bu bucağın tən bölənini çək. İkinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü tapın. Bax, bu ikinci paralel düz xətt deyilmi? Bu birinci, bu ikinci paralel düz xətti. Böyük bucaq budur. Kiçik bucaqda içəridəki qaraladığımdır. Düz deyilmi? Kör bucaq böyükdür də. Bizdən buranı soruşur, x-i soruşur. X bərabərdir suala. İndi gəlin tapağın. Uşaqlar, 54, 54 buranı bilmirik. İndi neyəcəyik? Biraz yaxşı fikirləşək. 108-dirsə, bura 108-dirsə, bura daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə deyilmi? 180-dən 108-i çıxanda neçə eləyir? 72 dərəcə qaldı mı bura? Hə? Daxili bir tərəfli bucaqların cəmi neçə dərəcə olmalıdır? Bax. Daxildə yerləşən x ilə y daxildə yerləşir, özü də bir tərəflidir. Bir tərəfli bucaqların cəmi 180 dərəcədir. 108 bura veribsə, onda bura neçə dərəcə düşür? 72 dərəcə düşür. Bura 72-dirsə, bura neçə dərəcə düşür? 180-ə nəyə çıxacam? 72. 108 dərəcə. Deməli, bura nə düşür? 108. Aha. Bircə dəqiqə. 54 ilə paralel düzxanəmə gətirdiyi böyük bucağın dərəcəsini tapın. Aha. Vəssalam. Düzmü tapdıq? Yoxsa 126 dərəcədirmi? 72 ilə 54, 6, 126 dərəcə. Böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucağın. Bir dəqiqə qoyun. Arkaya cavaba baxın. Cavabı verilməyib. Qapalı sualdır. Həndəsənin əsas anlayışlarıdır, hə? Həndəsənin əsas anlayışları neçənci sual? 30-cu sual. 126 verir. Bura baxın. Bizdən böyük bucağı soruşur. 54 ilə 72-ni toplayacağım. Neçə eləyir? 54 ilə 72-ni toplayıram. 6, 126 dərəcə eləyir. Bizdən axı böyük bucağı soruşur. Düz xəttin əmələ gətirdiyi böyük bucağın iki paralel düz xəttin əmələ gətirdiyi ikinci düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü tapın. Mənim 180-dən 54 dərəcə çıxsaq 126 dərəcə qaldı. Hə, bura qalır, eləmi? Deyirəm axı, niyə səhv eləmişəm? Aha, buranı soruşur bizdən. Niyə? Çünki diqqətlə ikinci paralel deyir. Bu birinci buranı götürüb, ikinci buranı götürüb. Başa düşdünüzmü? Bu bucağın tənböləni ilə bu bucağın tənböləni hardan çıxır? Bax, o bucağın böyük bucağını soruşur. Tənbölənin çıxdığı böyük bucağı soruşur. Diqqət eləməmişəm. Aha, sonra keçək neçəyə? Nömrə 31. Bu 31 də buna aiddir. Keçək nömrə 32-yə. 32-də deyir ki, A, B-yə paraleldir. Alfanı tapın. Alfa bərabərdir suala. Belə bir xət verilibdir. Belədir. Bir də belədir. Bura nədir? C-dir. Bura A-dır. Bura B-dir. Bura isə alfadır. Bura C-dir. Bura D-dir. Bura A-dır. Bura isə B-dir. İndi gəlin bunu hesablayalım. A, B-yə nədir uşaqlar? Paraleldir. Üçbucağın xarici bucağı
Üçbucağın alfa nədir? Bax, bu üçbucaq deyilmi? Bax, bu üçbucaq deyilmi uşaqlar? Bu da böyük üçbucaq deyilmi? Üçbucağın xarici bucağı alfadır. Alfa nədir? Xarici bucağıdır. Bucağıdır. İndi alfa xarici bucaq ona qonşu olmayan qaydadır. İki daxili bucağın cəminə bərabərdir. Alfa ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi bizə deyir ki, burada oxşarlıqdan istifadə eləyəcəyik. Üçbucağın oxşarlığından istifadə eləyəcəyik. Biz də onu keçməmişik. Mən indi başa salmaqla başa düşməyəcəksiniz. Bir üçbucaq, bu da bir üçbucaq oxşarlığa aiddir. Üçbucağın oxşarlığını keçməliyəm ki, başa düşəsiniz. Keçək nömrə 33-ə. Nömrə 33-də bizə deyir ki, belə bir balıq çəkilibdir. X 130 dərəcə, bir də 150 dərəcə. A ilə B verib. A, B-yə deyir, paralel olarsa X-i tapın. X bərabərdir suala. Uşaqlar, A, B-yə paraleldir. Bəs bunun kəsəni yoxdur. Kəsəni uzadaq. Uzadaq. Paralel xətləri də uzadaq, kəssin deyə. Başa düşdünüzmü? Kəssin deyə paralel xətləri də uzatdım. İndi gəlin bunu hesablayalım. Bura X-dir. Buran X-i soruşur məndən. X bərabərdir. İndi gəlin baxalım. 150-dirsə, bura neçə dərəcə düşür? 180-dən 150-ni çıx, 30 dərəcə. Burada neçə dərəcə düşür? 50 dərəcə. Balığın ağzı qabağa doğrudursa, onda bu tərəfi cəminə bərabərdir. X içəridəsə 30 ilə 50-nin cəminə bərabərdir. Balığın ağzı bağlıdırsa, burnu qabağadırsa. İndi olacaq 50 ilə 30, 80 dərəcə. İndi keçək nömrə 34-ə. Nömrə 34-də deməli, yenə belə bir şəkil veribdir. Baxın. Bura nə verib? 60 dərəcə verib. Bura nə verib? 160 dərəcə verib. Bəs bura nə verib? X verib. X verib. İndi bunu necə eləyəcəyik? Bu paralel xətsə bunu uzatmalıyıq. Bunu da uzadaq. Bunu da uzadaq kəsən xətdir. Bura neçə dərəcə olur? 120 dərəcə olurmu? Hə, uşaqlar? 120 dərəcə oldu da, elə. İndi. Bura neçə dərəcə olur? 20 dərəcə olurmu? Bura neçə dərəcə olur? 180 çıxılsın X olurmu? Heç müəllim, mən bilmirəm bunları. Gəlin bunu çəkməyək. Görək nə çıxır buradan. Balığın ağzı burnu qabağadırsa, ortadakı bərabərdir. Kənardakı, içəridəkilərinin cəminə. Bu elədi 200 çıx X bərabərdir 60-a. X bərabərliyin bu üzrə keçir. 200-dən də 60-a çıxıram. Qalır neçə? 120 dərəcə. 120 dərəcə qalır. X-a tapdım neçə dərəcə? 120 dərəcə. Mənim 260 dərəcə çıxanda 120 qalmır, 140 dərəcə qalır. Hə, 140 dərəcə. 140 dərəcə qalır. Cavabım da olur neçə? Cavabım da olur 140 dərəcə. Всё. Vəssalam. İndi keçək nömrə 35-ə. Nömrə 35-ə. Nömrə 35-də görək kitabda necə veribdir. Belə.
Belə, belə. Bura 40 dərəcə. Bura 150 dərəcə. Y-dir. F-dir. B-dir. A-dır. D-dir. C-dir. AB. AB. YF nədir? Paraleldir. Bucaq BAC-ni soruşur. Bucaq BAC bərabərdir. Nəyə? Suala. BAC hansıdır? Buradır. X-i soruşur. X bərabərdir suala. Gəlin indi buna diqqətlə baxaq. Görək nəyi xatırlayırıq. Uşaqlar, bu paralel AB deyir. FY paraleldir. Bəs paralel isə bu göydədir yəni. Bunu belə çəkək də. Paralel oldu mu indi? Bunu da belə çəkək də. Bu da nə olsun? Ortadan gedəndə nə olsun? Onları kəsən olsun. Paralel xətlər varsa onun kəsənində olmalıdır. Uşaqlar, indi diqqətlə baxın. Bura 150 dərəcə. Bura neçə dərəcə olacaq? Daxili bir tərəfli bucaqlar deyilmi? Paralel xəttin içərisində yerləşir. Bir tərəfində yerləşir. Ya belə verdi, ya da ki, belə verdi. Fərqi yoxdur ki, bunlar nədir? Daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180-dir. Bu yer 150 düşəndə bura neçə dərəcə düşəcək? 30 dərəcə. Üç bucağın da daxili bucaqların, iç bucaqların cəmi 180 dərəcə olur. 30 ilə 40-ı toplayanda 70, bura neçə dərəcə düşür? 110 dərəcə düşdürmü? Buradan bura 180 dərəcədir. 180-in də 110 çıxanda neçə dərəcə qalır? 70 dərəcə. 70 dərəcə qalır. Deməli, mənim x-ım neçə dərəcədir? 70 dərəcədir. Sonra keçək nömrə 36-ya. İndi belə bir A-dır, B-dir, C-dir, betadır, alfadır. A, B-yə nədir? Paraleldir. C də nədir? Paralellər. C də nədir? Kəsəndir. C də kəsəndir bunlar. İndi prosta fırlatmayıbdır da, olduğu kimi çəkibdir. Bəzən fırladır çaşdırmaq üçün ki, görüm dərk eləyə bilmirsinizmi? İndi bura alfadırsa, bura nə olacaq? Qabağındakı bucaq, qarşılıqlı bucaqlardır. Alfa oldu mu? Alfa. Alfa plus betanın cəmi daxili bir tərəfli bucaqlardır. Cəmi neçə dərəcəyə bərabərdir? Daxili bir tərəfli bucaq 180 dərəcəyə bərabərdir. İndi neçəncidir? 36-cıdır. Beta deyir 2 alfaya bərabərdir. Beta 2 alfadırsa, betanın yerini nə qoyacaq? Orada mən 180-i 3 alfa. böləcək 2-yə. Niyə? Alfa Yox, 2 alfa. 180-i 3-ə böləcək eləyəcək 60 60 dərəcə. dərəcə. Ay sağ ol. Deməli, bura neçə dərəcə olacaq? 60 dərəcə olacaq. Bura 60-dırsa, betaya neçə dərəcə düşür? 120 dərəcə 120. düşürmü? Beta 120 dərəcə C variantı. 1-ə gəlir nə variantı? C variantı. C. İndi ikinciyə baxaq. Gəlin bunu siləyin, şəkil qalsın. Ya da ikinciyə şəklə yenə təzədən çəkək. A-dır, B-dir. Vaxtımıza linkin vaxtı keçər birdən. Sonra ata bilməyəcəm. Mənim hələ 5 dəqiqə var. Hə, eləm. İndi oldu beta. Bura oldu alfa. A-dır, B-dir, betadır. Bu da C-dir. İndi deyir ki, A, B-yə nədir? Paraleldir. C də nədir? C də kəsəndir. Kəsəndir. C də kəsəndir. Burada verib mənim beta bərabərdir alfa üstə gələk Beta 42 bərabərdir. dərəcə. Alfa plus 42 dərəcə verib.
Burada O da beraber alfa dərəcə. olur. Bunların da cəmi alfa plus beta 180 dərəcədir. Beta'nın yerinə nə qoyacağam? Alfa plus alfa plus 42 dərəcə bərabərdir 180 dərəcə. 1 alfa 1 alfa oldu 2 alfa. 2 alfa bərabərdir 158 dərəcə. Dərəcə 8, 3, 138 dərəcə. Kurma da aşağıda da bölüm olur. Alfa da bərabərdir 69-a. 69. Mənim 69. 2'ye gəlir hansı variant? B variantı. B variantı. Aha, başa düşdünüz uşaqlar? İndi keçək. O birisini də həmçinin elə eləyirsiniz, vaxt itirməyəyin. Qoy linki təzədən atın, bir də qoşulun, o birisiləri izah eləyim. Olar mı?